Sənədlərdə kiçik bir uyğunsuzluq pensiyanı dayandıra bilər. Maksimum dərəcə diqqətli olaq və gündəm xəbərini efirində Milli Azad istinadən bir xəbəri açıqlamanı diqqətinizə çatdırırıq. Belə ki, 86 yaşlı qadının pensiyası sənədlərdəki kiçik bir uyğunsuzluğa görə dayandırılıb və sənədlərdəki ad və doğum tarixi fərqi onun sosial ödəniş almasına mane olub. Belə ki, qadın bildirir ki, illərlə yığılan stajına baxmayaraq bu xırda səhvə görə ödəniş verilməsi dayandırılıb. Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirildi ki, Nərgiz Kərimovanın yaşa görə pensiyası şəxsiyyət vəsiqəsi deaktiv olduğu üçün bu ilin iyul ayından dayandırılıb. Və Dövlət Sosial Müdafiə Fondunun həyata keçirdiyi ödənişlər vətəndaşla münasibətdə şəxsiyyət vəsiqəsi ilə birbaşa bağlıdır. Buna görə də qüvvədə olan şəxsiyyət vəsiqəsi olmasa ödənişlərin sistem üzərindən həyata keçirilməsi də mümkün deyil. Mövzu ilə bağlı Daxili İşlər Nazirliyindən də bildirilir ki, vətəndaş Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə yaxınlaşıb rəsmi qaydada ərizə ilə müraciət etməlidir və qadın yaşlı olduğu üçün özü yaxınlaşa bilməsə, ailə üzvləri müraciət eləyə bilər deyə açıqlamada bildirilib.